Salam mərkəz dostlar. Bu gün baxaq görə ümumiyyətcə vəziyyət nə yerdədir? Kriptovalyutada ümumiyyətcə çörək varmı və bəzi coinləri burada yığmışam. Və baxaq görə vəziyyət nə yerdədir? Hal-hazırda Arbitrum coinə baxırıq. Həqiqətən də Arbitrum üçün çox acınacaqlı bir dövrdür və çox aşağılarda 29 sentəcən düşüş olmuşdu. Son dəfə indi 36 sentə korreksiya eləyib, amma bundan aşağı yeri varmı? Məncə olmamalı yeri, amma ola da bilər ki, bazar düşsün, amma əsasən hal-hazırda bu kriptovalyutalar Layer 2 olduğuna görə həm də Layer 2-lərin bu dəqiqə hal-hazırda qiyməti çox həddindən artıq düşüb və gördüyünüz kimi hal-hazırda aşağılarda sürünür. Bəlkə də bu yerlər yaxşıdır giriş üçün, bəlkə də pisdir, bunu zaman göstərəcək, amma mənim üçün buralar pis bir pasiya deyil. Nəyi ki almışdım, onlar təbii ki satış eləmirəm və saxlayıram. Arbitrum mənim portfelimdə var və yəqin ki nədir, aşağı gəliş olsa 29-dan aşağı mən qədər alıb əlavə eləyəcəm. Amma hələ ki baxırıq bazar görə nə yerdədir. Atom bu yaxınlarda biraz geri çəkilmə elədi. 3.38-əcən gəlmişdi. Demək olar ki 1 dollar 30 sentə yaxın qalxıb artıqlaması eləyib, yəni son düşüşündən. Perspektivli coindir, amma hal-hazırda perspektivə baxan yoxdur. Ümumiyyətcə texnologiya baxan yoxdur, amma texnologiya haqqında yaxşıdır. Var məndə mən qədər, amma ola bilsin ki, əgər aşağı gəlsə 3 dollar və yaxud aşağı düşüş görsəm əlavə alacam. Amma kimlər çalmayıb bu yerlərdən bəlkə biraz götürə bilər. Amma bütün hallarda mənim videolarım yatırım məsləhəti sizə vermir. Sadəcə olaraq informativ xəbər yaşayır. Təbii ki, Max birjasında trade eləmək üçün də link videonun altında var. Linkdən qeydiyyat keçib Max birjasından istifadə edə bilərsiniz. Binance bildiyiniz üçün biraz artıq o birjalardan deyil. Yəni ona görə də başqa birjalara, alternativ birjalara üst tutmaq məcburiyyətində qalırıq. Gördüyünüz kimi hal-hazırda AVAX token-də mənim burada daha doğrusu token yox, artıq coin-də AVAX, çünki öz blockchain-ində AVAX öz blockchain-i var, özünün subnetləri var. Ona görə də perspektiv ala bilər. 18 dollarla qorxulu bir qiymət görsənməsin. Çünki vaxtı ikən Binance Smart Chain-də belə qiymətlərdədir, indi BNB daha yuxarılardadır. Bitcoin üzü 83 mindir. Təbii ki, bu da hal-hazırda Bitcoin 83 min olması mənim bazara girişmə biraz belə deyək də bariyer qoyur. Qarşı fikirləşirəm ki, aha 83 min, yaxşı bazar Bitcoin 60-70 minlərə gəlsə nə olacaq bazarın vəziyyəti, onu düşünərək bazara tam olaraq etibarlı girə bilmirəm, amma mən qədər altcoinlər var. Doge bildiyiniz kimi bu Elon Musk'dır, bu məsələlərdir. Mən əslində shitcoinləri heç vaxt sevməmişəm. Doge'nin hələ ki heç bir texnologiyası yoxdur, sadəcə olaraq Elon Musk'dan başqa heç nəyə yoxdur deyərdim. Və hal-hazırda aşağılardadır və bilirsiniz də bu artıq Trump Amerikan prezidentidir və Elon Musk onunla əməkdaşlıq eləyir, yəni əsasən yaxın adamlarından biridir və ola bilər ki, gələcəkdə bəlkə nəsə, amma yenə də belə shitcoinlərdən uzaq durmaq daha yaxşı olardı, amma nə qədər kimsə istəyirsə təbii ki, bu coinlə risk eləyə bilər. Polkadot coin, məncə bazarı göstərəndə bütün bazar düşüb zaten. Polkadot da həmçinin də 3.65-ə qədər gəlmişdi, indi biraz geri qaydı. Bəlkə də ümumən qrafiki biz ümumi götürsək, altcoinlər sanki altcoinlər yaxşı alış nöqtəsində kimi görünür, amma Bitcoin'in 80 olmağa biraz ehtiyat etməyə çağırır. Gördüyünüz kimi daha öncəki qalxış və düşüşləri nəzərə alsaq, hal-hazırda biz diblərdəyik. Altcoinlər üzrə söz nəsə mənasında diblərdəyik. Ethereum'un üstündən təbii ki, qara buludlar keçir. Bu da Ethereum kriptovalyutasını görürsünüz, vəziyyəti yaxşı deyil. Deyilənə görə artıq Ethereum fiylər azalıb, ona görə də Ethereum Foundation'ın qazancı çox azalıb, komissiyalar azaldığına görə. Amma yenə də Ethereum həmçinin də bilirsiniz, bu yaxınlarda birasını sındırdılar, oradan milyard yarım, daha doğrusu 1 milyard neredeyse dolları Ethereum apardılar və gördüyünüz kimi nəticə çox acınacaqlıdır. Ethereum məndə əsas coinlərdən biridir. Görək, ümid edirəm ki, qalxış eləyər. Litecoin köhnə, qoca coinlərdən biridir. Bir ara deyirdilər ki, ETF gələcək Litecoin üzrə və burada öz xəbər, öz işini gördü və artıq düşüşdü. Və ümid edirəm ki, olacaq ETF, amma
çəkdim. Mantle coin'i də Bybit'in nativ coinlərindən biridir. Bybit'in başına gələn hadisədən sonra bu təbii ki, normal belə düşüş olmalı idi və olub da. Bu Bybit üçün necə bir rol oynayır? Yəni sanki Binance birjasında BNB coin kimi bir şey rolunu oynayır. Optimizm Layer 2, yəni Arbitrum Optimizm mənim üçün Layer 2-lərdən ayrılmaz bir hissədir. Yəni əsasən də Layer 2-lərə investisiya eləyəndə bu iki coin'i əsasən nəzərimdə saxlayıram. Optimizm və Arbitrum, ona görə mənim burada belə deyək də portfelimdə var. Solana kriptovalyutası həmçinin görürsünüz. Trump'ın o hokka verən vaxtlarında 296-ya qalxdı. İndi hal-hazırda 125, burada 119, 112-yə qədər düşüş eləmişdi. Bəlkə də aşağı da düşə bilər, amma biraz inandırıcı gəlmir. Amma Bitcoin'ə baxanda, Bitcoin qiymətinin necə yüksək olduğuna baxanda təbii inandırıcı gəlir ki, 80 dollara da düşə bilər və yaxud daha aşağılardan götürmək olar. Amma pis deyil. Yəni kimlər ki, hələ ki bazara girməyib, onlar üçün şans yaxşıdır. Amma kimlər ki içəridədir, onların yalnız bir çıxış yolu var, alıb əlavə eləmək və ümid eləmək, gözləmək, dua eləmək. Başqa çarə yoxdur. Sui USDT, həmçinin də Sui coin-də biz yaxşı hype yedi, ETF falan xəbərləri və hal-hazırda gördüyünüz kimi bazarın trendinə qoşulub, üzü aşağı düşüb. Ton bir neçə bundan qabaq dedilər Pavel Durov'u buraxıblar artıq. Pavel Durov, biz Fransa problemlər var idi. Oradan qalxıb Pavel Durov azadlıqda olduğunu görürsünüz. Bax, buradan belə sıçrayış oldu. Təbii ki, Telegram'ın coin olduğuna görə uzun müddətli bəlkə də perspektiv var. Qiyməti həqiqətən də yəni çox aşağılardadır. Telegram'ın mən 4 dollardan aşağı gələcəyinə biraz inanmırdım, amma baş verdi bu. Bəli, baş verdi bu gördüyünüz kimi. Yəni götürsək ümumi yəni 2 illik, 3 illik ən aşağısındadır, yəni ATL-dədir, 6 ayın low-dadır və yəni hətta 2.51, yəni bu qiymətə mən açıq fikir verməmişdim, görməmişdim. Məsələn 3 dollar yuxarı görmüşdüm. Yəni burada yəqin ki, hansısa bir iynə atıb və qayıdıb. Yəqin ki, bazara fikir verməmişdim. Tron'dakı ETF xəbərlər gəldi və burada qalxış oldu, amma yenə də biraz aşağı çəkilib. Amma Tron ümumən mənim həmişə sevimli coin'im olub, amma məndə olmayıb. Daha doğrusu olub, satış eləmişəm, çox satış eləmişəm. Tron üzrə fəaliyyətlərim çox olub və görürsünüz. Çox belə elə bil ki, sanki bazarı vecinə almayaraq öz işi ilə məşğuldur və hətta bazar düşüşlərdə olanda belə, yəni digər altcoin'lər qalxmır və bu Tron qalxmaqla məşğul olur. Burada gördüyünüz kimi 5-6 sentdən düşmüşdü, indi 22 sent, 44 sentdən qalxmışdı da, bu da yaxşı göstəricidir. Və dostlar, trading eləmək lazımdır, amma çox ehtiyatla və itirə biləcəyiniz məbləğlə, çünki bütün hallarda bazar istənilən istiqamətə gedə bilər və təbii ki, sizin pulunuzu yiyə də bilər. Mənim üçün birjalardan istifadə edə bilərsiniz təbii ki, mən qoyacağım videonun altında. Kim istəsə keçə bilər və başlaya bilər trade eləməyə. Binance birjası bilirsiniz də, həm orada yerincə yeni coinlər çıxmır və həmçinin də belə deyək, problemli birjalardan birinə çevrili artıq. Ona görə də əsasən həm belə deyək də, hansısa shit coinləri axtarmaq üçün məcbursan ki, sən də belə deyək də, ikinci dərəcəli birjalar olsun. Düzdür, MEX hələ ki, əsas birjalardan biri deyil, məndə ikinci dərəcəli birjadır, amma istifadə elədiyim birjalardan biridir, hansı ki, bəzi məqamlarda çox lazım olur, aşağı komissiyalarda və yaxud çıxarış imkanlarında Binance-dan daha üstün olduğuna görə depozit imkanlarında da həmçinin. Belə dostlar, videonun altında öz fikirlərinizi yazın, hansı coinləri siz bəyənirsiniz, hansı coinləri dəstəkləyirsiniz, o vaxtda da kommentariyalarda yaza bilərsiniz ki, oxuya bilək. Bu qədər dostlar, sağ olun, özünüzə yaxşı baxın.